إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا وسيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله صلى الله عليه وعلى آله وسلم تسليما كثيرا. Sələfiliyə dəvət dərslər və risalələr silsiləsindən növbəti dərsimizə başlayırıq Allahın izni ilə. Bu gün Şeyxülislam Muhammed Abdülvahhab rahimehullahu Taala'nın növbəti risaləsinə keçirik. Risalənin adı Mə'nə Tağut, Tağutun mənasıdır və həmişəki kimi şərhlər və izahlar Məali Şeyx Doktor Salih ibn Fawzan, Abdullah ibn Fawzan Hafizallahu Taala'ya məxsusdur. Şeyxülislam rahimehullah risalənin əvvəlində bu sözləri deyir. Bil ki, Allahın sənə rəhmi gəlsin. Allahın Ədəm oğluna birinci fərz olduğu şey tağuta küfr etmək və Allaha iman gətirmək idi. Və bu sözləri ilə Şeyxülislam rahimehullah Allah Teala'nın bu ayələrinə işarə edir. La ikraha fid-din qad tebeyyene rushdu minel gayy. Femen yekfur bit-tağut ve yu'min billahi faqad istemseke bil-urvetil vusqa la infisam leh. Vallahu semi'un alim. Dində məcburiyyət yoxdur. Artıq doğruluq azğınlıqdan ayırt edildi. Hər kəs tağuta küfr edib Allaha iman gətirsə, o artıq qırılmaq bilməyən ən möhkəm bir ipdən yapışmış olur. Allah eşidəndir, biləndir. Bəqara surəsi 256-cı aya. Və bu ayənin mənası o deyil ki, biz kafirləri tərk etməliyik, onlarla vuruşmamalıyıq, onları İslama dəvət etməməliyik. Necə ki, günlərimizdə özlərini dəvət əhli hesab edənlər deyirlər. Onların bəziləri cahillik səbəbindən, bəziləri hansısa mənfəət əldə etmək məqsədi ilə, bəziləri isə başqa dinlərin nümayəndələrin və hökumət nümayəndələrinin xoşuna gəlmək məqsədi ilə bu ayənin təfsirini sələflərdən bizə çatdığı kimi yox, öz nəslərinə münasib olaraq və ictimaiyyətin halına münasib olaraq təfsir edirlər. Mən belə dəvətçilərə təqvalı olmağı tövsiyə edərdim ən birinci. Allahın ayələri ilə oynamamağı tövsiyə edərdim. Sələflərdən varid olunmuş mənalara batil don qeydirməməyi tövsiyə edərdim. Və hansı ölkədə yaşamasına baxmayaraq təqib və əzablara səbr etməyi və Allahın dininə insanları ixlasla dəvət etməyi nəsihət edərdim. Uca Allah Quranda buyurur: "Fəmən əzləmu mimmə iftara alallahi kəzibən əv kəzzəbə bi ayatihi innehu la yuflihul mucrimun." Allaha iftira yaxan, onun ayələrini yalan hesab edən adamdan daha zalim kim ola bilər? Canilər nicat tapa bilməzlər. Yunus surəsi 17-ci aya. 2009-cu ilin mart, may və iyun aylarında internetdə yayılan bir news.az internet qazetində Azərbaycanda məşhur olan Əlxan Musayevin İslama aid bəzi məsələləri şərh edən silsilə məqalələr dərc olunmuşdur. Və orada bu dəvətçi, elm tələbəsi bir sıra şərhlər vermişdir. Mən elm əhlinin özünü müsəlmanlara təqdim etməkdən, elmdə olan dərəcəsini bilməkdən, təvəzzökar olmaqdan, alimlərə qarşı ədəb əxlaqlı olmaqdan bu dərsdə sizin vaxtınızı almamaq üçün söhbət açmayacağım. Belə davranışın və özünü təqdim etməyin səbəbləri çoxdur və bu başqa bir dərsin mövzusudur. Bugünkü dərsə aid olanı isə məhz bu ayənin təfsiridir. Məqalələr rus dilində çap olunmuşdur və vaxtınızı almamaq məqsədi ilə sizə Azəri dilində birbaşa nəql edəcəm. Məqalələrin birində jurnalist sual verir. Deyir ki, belə çıxır ki, kim namaz qılmayanları və ibadət etməyənləri pisləyir, buna haqqı yoxdur. Və Əlxan Musayev cavab verir.
Əlbəttə yoxdur. İnsan birinci növbədə etdiyini anlamalıdır və sevməlidir. Bu, onun həyatı boyu olan hər növ işlərinə aiddir. Ələxüsusda ibadətdə. İnsan əgər hər hansı bir iş başında çalışanda anlayır ki, bu işi başa çatıb qurtaranda onun əvəzinə konkret bir xeyir əldə edəcəkdir. Əgər siz bilməsəydiniz, nə gözləyirsiniz işinizdən, siz onu edərsiniz. Yəni, sizin konkret marağınız var bu işi görməkdə, siz şuurlu halda onu edirsiniz. Ona görə də reallıqdan uzaqdır ki, Allaha ibadət etmək, namaz qılmaq və başa düşməmək ki, sən Allahdan nə gözləyirsən, nə xeyir tapacaqsan bu əməllərinə görə. Əməlin mənası olmur, onu şuursuz və başa düşmədən edəndə. Ən əvvəl insanlarda Allaha, onun Peyğəmbərinə sallallahu aleyhi və səlləmə sevgi bəsləmək lazımdır. Ondan sonra həmin insanın vicdanında qayıdır bu məsələ, yəni ibadət edəcək ya etməyəcək. Və bu ayəni öz sözlərinə dəlil getirir. Deyir, dində məcburiyyət yoxdur. Bəqara surəsindən ayədir. Və deyir, cavanlar hər vaxt səbirsiz, müvazinətsiz və tarazılı olmurlar. Hesab edirlər ki, ətrafkalar onların fikirlərini qəbul etməlidirlər və hər şey onlar kimi etməlidirlər. Və onlar dərk etmirlər ki, onlar dəvət etdikləri, valideynləri, qohum qonşuları böyük bir həyat məktəbi keçiblər və bir dəqiqədə insan öz baxışlarını dəyişə bilməz. Ona görə də onlarla Quran və hədis barədə heç nə demək lazım deyil. Onlara öz mənəviyyətini göstərməlisən. Yaşlı insanlar başqalarına məhz mənəviyyət baxımından qiymət verir. Və deyir, sonra və biz yas məclislərində Quran və sünnədən danışmırıq, diqqətimizi mənəviyyətə yönəldirik və əksəriyyətin rəğbətini, bizə olan sevgisini bununla qazanmışıq. Bunun da əsasında insanlar bizə suallar verir, dinlə maraqlanır. Onlarda istək yaranır ki, bizimlə bir də görüşsünlər, çünki biz onlara əvvəlcədən hər bir şeyi fərz etmirik. Bu, Mədinə İslam Universitetinin məzunu, tövhidə dəvətçi hesab olunan, sələfiliyə dəvəti iddia edənin sözləri idi, Əlixan Musayevin sözləri idi. Və mən ondan soruşmaq istəyirəm, sənin seçdiyin bu mənhəcin, dəvətdə yolun, Peyğəmbər sallallahu aleyhi və səlləm yoluna uyğundur, münasibdir yoxsa yox? Allah Quranda belə deyir. لَقَدْ كَانَ لَكُمْ فِي الرَّسُولِ اللَّهِ أُسْوَةٌ حَسَنَةٌ لِمَنْ كَانَ يَرْجُ اللَّهَ وَالْيَوْمَ الْآخِرَ وَذَكَرَ اللَّهَ كَثِيرًا. Həqiqətən Allahın Rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər və Allahı çox zikr edənlər üçün gözəl örnəkdir. Əhzab surəsi 21-ci ayə. Allah subhanahu və taala öz Rasulunu sallallahu aleyhi və səlləm ümməti üçün örnək edibdir. Hər bir şeydə, ibadətdə, dəvətdə, təlimdə, cihadda, dost düşmənlə münasibətlər qurmaqda, ailədə, ədəb əxlaqda və onun sallallahu aleyhi və səlləm yolunu getmək hər bir müsəlmana vacibdir, ələxüsusda dəvətçiyə. Və bu yolu təbii ki, öyrənmək lazımdır. Hər zaman bu yolu izləmək lazımdır. 4-5 il universitet oxuyub demək lazım deyil, mən alim oldum. Bu müddət şəriət elmlərini əhatə etmək üçün çox qısa bir müddətdir. Və mən soruşmaq istəyirəm, sən öz dəvətini, öz mənhəcini Allahın Rəsulunun sallallahu aleyhi və səlləm dəvətdə olan yolu ilə müqayisə etmisən, yoxsa yox? Sən Peyğəmbəri sallallahu aleyhi və səlləm örnək götürmüsən, yoxsa yox? Cavab versən ki, yox, götürməmişəm, o zaman növbəti sual verəcəm. Onda sən necə dəvət edirsən? Allahın əmrinə müxalif olaraq sən hansı mənhəclə irəliləyirsən və hansı yolu gedirsən? Məyər təhsil aldığın universitetdə səni öyrətməyiblər ki, Peyğəmbər sallallahu aleyhi və səlləm yolunu getməyən iflasa uğrayacaq və müvəffəqiyyətlər qazana bilməyəcək Allaha dəvət yolunda? Yox, əgər cavab versən ki, götürmüsəm onu örnək, o zaman deyəcəm, yalan deyirsən. Çünki sənin bu sözlərin pak və müqəddəs yola ziddir və aidiyyəti yoxdur. Şeyx İbn Bəz rahiməhullahu taala
Allaha dəvət və dəvətçinin əxlaqı kitabında belə deyir. O ki qaldı, nəyə dəvət olunacağa dəvətçi insanlara izah etməlidir, necə ki Rasullar izah edirdilər. Və o, Allahın düz yoluna dəvətdir. Uca Allah Quranda belə deyir. Ud'u ilə səbili rabbikə bil hikmətin və mav'izətin həsənə və cadiluhum billəti hiyə əhsən İnnə rabbəkə huvə a'ləmu bimən dallə an səbilihi və huvə a'ləmu bil muhtədin. İnsanları hikmətlə, gözəl öyüd nəsihət ilə Rəbbinin yoluna dəvət et. Onlarla ən gözəl surətdə mübahisə et. Həqiqətən Rəbbin yolundan azanları da, doğru yolda olanları da daha yaxşı tanıyır. Bu Nəhlə surəsi 125-ci ayədir. Və Rəbbin yolu, Şeyx Rahiməhullah deyir, İslamdır, düz yol budur. O din ki, Muhammed sallallahu aleyhi ve sellem onu ilə göndərilib, o yol ki, vacibdir ona dəvət etmək. Hansısa məzhəbə yox, hansısa şeyxin rəyinə yox, lakin Allahın dininə, Allahın düz yoluna. O dinə ki, əzəmətli Qur'an və Rasulun sallallahu aleyhi ve sellem sünnəsi, sabit sünnəsi bizi vadar edir. Və bunların başında düzgün və səhih əqidəyə dəvət durur. Tək Allaha, şəriksiz Allaha ibadətə, onun tövhidinə, ibadətdə ixlaslı olmaq. Allaha və onun rəsullarına iman, axirət gününə iman, Allah və onun rəsulu o haqda xəbər nə veribsə ona iman, bütün bunlara iman. Budur düz yolun əsası. Və bu dəvət, La ilahə illallahın şəhədətinin mənasını insanlara izah etməkdir. Şeyxin sözlərinin sonudur bu. Peyğəmbərin sallallahu aleyhi və səlləm sirasından bizə məlumdur ki, dəvət iki böyük mərhələdən ibarət idi. Gizli mərhələ və aşkar mərhələ. Bu üslubların təfsilatına biz bir daha nəzər yetirəcəyik inşallah növbəti dərslərimizdə. Və aşkar mərhələ İslamı təbliğ əmri bu ayə ilə başladı. Uca Allah Quranda deyir: "Fələ təd'u ma'allahi ilahən axara fətəkunu minəl muəzzəbin. Fənzir aşirətəkəl əqrabin vəhfiz cənahəkə limən ittəbə'əkə minəl mu'minin." Bu İslamı təbliğ ayəsi idi. Ən birinci təbliğ ayəsi bu idi. Allahla yanaşı başqa bir tanrıya dua etmə, yoxsa əzaba düçar edilənlərdən olarsan və ən yaxın qohumlarını qorxud, sənin yolunu gedən möminləri qanadın altına al. Şuara surəsi 214-cü ayə. Və gördüyün kimi bu ayədə Allahı sevdirmək əmri yoxdur və ən yaxın qohumlarını qorxud. Qorxud əmri var. Nədən qorxud? Allahın əzabından. Kim düçar olacaq Allahın əzabına? Allahdan başqa bir tanrıya dua edənlər. Sən Azərbaycan kimi bir diyarda dəvət edirsən. Bu o ölkədir ki, özünü idarə etmə qanunlarını dindən kənar elan edib. Yəni dünyavi dövlətdir. Hökumət, qanunlar, məhkəmələr və s. dindən kənar elan olunub. Və əhalinin əksər hissəsi uzun illərdir, yox əsrlər boyu sənə məlum olan, İslama özünü mənsub edən, lakin İslama aid olmayan və Yahudi dərəcəsində İslama zərərli olan Şiə Rafizi təsiri altındadır. Ölkədə Allaha şərik qoşmağı halal edən, pirləri və qübbələri, salih insanların məzarlarını ibadət yerlərinə çevirən, sahabələri mürtəd və kafir adlandıran, möminlərin anası olan Aişə radiyallahu anhanı söyən və təhqir edən kəslərin təsiri altındadır bu ölkə. Tövhidə müharibə elan edən, İslamın dəvətini qadağan edən, əhli sünnənin dəvətçilərini və adi müsəlmanları təqib edən bir şəraitdə sən dəvət edirsən. Və bu həmin o şəraitdir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm Məkkədə öz sahabələri ilə yaşayırdı. Və buna baxmayaraq o demirdi, sünnədən, Qurandan danışmayaq, diqqətimizi mənəviyyətə yönəldək və əksəriyyətin rəğbətini
bununla qazanaq. Sən rəğbəti necə qazanırsan? Səndə Peyğəmbərin sallallahu aleyhi və səlləm yolundan başqa bir yol var. Lakin o hündür bir yerə Səfə dağına qalxıb, necə ki sən kütləvi informasiyası vasitəsi olan qəzetdən istifadə etdin. Mən əlbəttə ondan söhbət etmirəm ki, alimlər belə bir qəzetlərdən istifadə etməyi tövsiyə etmirlər, dünyavilərin qəzetlərindən. Və bu iki vasitəni biz bu cəhətdən müqayisə etmək olar və insanları öz tərəfinə çağırdı və dedi: Ya bəni Abdülmuttalib, ya bəni Abdülmənəv, ya bəni Qasayyin. Və bir Qureyş qəbilələri belə çağıra-çağıra dedi: İnni ud'ukum ilallahi və ənzirkum əzəbəhu. Həqiqətən də mən sizi Allaha dəvət edirəm və onun əzabından qorxuduram. Bu rivayəti Cərir At-Tabari rahimehullah rivayət edir. Rivayətlər çoxdur. Başqa bir rivayətdə belə dedi sallallahu aleyhi və səlləm: Ya Fatimə binətə Muhammedin, ya Safiyyətə binətə Abdülmuttalib, Ettəqun nara vələv bişəqqit təmra. Ya Fatimə, Muhammedin qızı, ya Safiyə, Abdülmuttalibin qızı, otdan özünüzü qoruyun, xurmanın bir dənəsi ilə də olsa. Bu rivayəti Abdurrazaq Sən'ani rivayət edib, rahiməhullahu ta'ala. İbn Kəthir rahiməhullah bu ayənin təfsirində belə deyir: Allah subhanahu və ta'ala bu ayədə ona tək şəriksiz ibadət etməyi əmr edir və xəbər verir ki, kim ona şərik qoşsa, əzablara düçar edəcək. Sonra isə Allah öz Rəsuluna əmr edir ki, o öz qohumlarını qorxutsun. Ona görə heç kim Allahın əzabından iman gətirməmiş qurtula bilməyəcək. Və əmr edir ki, onun yolunu gedənlərə tərəf yaxın olsun. Kimsə asi olacaq, onun əmrinə, onun tövhid əmrinə ona adiyyətsizliyini bildirsin. Budur sələfimizin yolu. Sən özünə başqa yol seçmisən, sələfiliyə dəvəti isə iddia edirsən. Bəqara surəsinin 256-cı ayəsinə sənin batil təfsirinə sələf alimlərinin təfsiri ilə cavab verirəm. Şeyx Salih ibn Fawzan Hafizahullahu Teala onun şərhini yuxarıda qeyd etdiyim davam edirəm. Dində məcburiyyət yoxdur. Bu hüccətlə insanları əqidə baxımında azad olmalarını iddia edənlər, özlərinə hansı din istəsələr seçməyi təklif edənlər, Uca və Cəlal Allahın adından yalan danışırlar. Bu ayənin onda mənası nədir? Allah qullarını ona ibadət etmək üçün yaradıb. Necə bu ayədə deyib: وَمَا خَلَقْتُ الْجِنَّ وَالْإِنْسَ إِلَّا لِيَعْبُدُونَ مَا أُرِيدُ مِنْهُمْ مِنْ رِزْقِ وَمَا أُرِيدُ أَنْ يُطْعِمُوا. Mən cinləri və insanları yalnız mənə ibadət etmək üçün yaratdım. Mən onlardan ruzi istəmirəm. Mən onlardan məni yedirtmələrini də istəmirəm. Əz-Zəriyə surəsi 56-cı ayə. İnsanlar kafir halında tərk olunmalı olsaydılar, bu ayə nazil olunmazdır. Kim necə istəsə, elə də ibadət edərdi. Kim istəməsə vəbşə ibadət etməzdi. Mən cinləri və insanları yalnız mənə ibadət etmək üçün yaratdım. Belə olsaydı bu ayənin heç faydası olmazdı. Allahın yolunda cihadda da fayda olmazdı. Dəvətdə də fayda olmazdı. Onda sən niyə dəvət edirsən insanları? Əgər deyirsənsə, onlara Allahı sevdirmək lazımdır. Kim necə istəyir, elə də yaşasın. Hamı azaddır. Bu kələm batildir. Belə deyənlər kimi olsaydı, yəni insanlar azaddır öz ibadətlərində. Heç kimi ilə düşmənçilik etmək lazım deyil. Onda bütün hər şey batil olunur. Allahın bütün hikməti batil elan olunur belə səfih fikirlər irəli sürüləndə. Ona cənnət, cəhənnəm niyə yaradılıb onda? Kafirlər əgər azadlarsa öz seçimlərində niyə görə onlar cəhənnəmə əbədi olaraq daxil olacaqlar? Onda bu ayənin mənası nədir? Dində məcburiyyət yoxdur.
Çox insan bu ayəni dəlil kimi getirir, amma mənasını bilmirlər. Müfəssirlər bir neçə rəy getiriblər bu ayədə. Birinci rəy odur ki, bu ayə İslamın ilk vaxtlarında nazil olunub, sonra isə cihad ayələri ilə dəyişdirilib. İkinci rəy odur ki, dində məcburiyyət yoxdur. Bu, kitab əhlinə aiddir. Yahudi və nəsranilərə. Və onlar kiçik vaxtlarından cizyə ödəsələr, pulla məbləğ ödəsələr, İslamı qəbul etməyi məcbur olmurlar. Bu halda onlar tərk olunurlar. Bu şərtlə ki, onlar cizyə ödəyiblər. Və onların rəsulların dinindən xəbəri var. Onların tövhiddən xəbəri var. Və onlar bütpərəst deyirlər. Çünki bütün səmavi kitablar, Tövrət və İncil Allah tərəfindən nazil olunub və bu kitabların əsası tövhiddir. Yəni Allahdan başqa Tanrıya ibadət etmək olmaz. Subhanakallahumma bihamdik eşhedü en la ilahe illa ent estağfiruka ve etûbü ileyk ve sallallahu ala nebiyyina Muhammed ve ala alihi ve sahbihi ecma'in ve selleme teslimen kethira.